Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə qan damar sistemi haqqında danışacağıq. Bizim orqanizmimizin daxili maye mühitini təşkil edir qan, limfa və toxuma mayesi. Əvvəlcə sizlə qan damar sistemimizin deməli funksiyaları haqqında danışaq. Nədir? Birinci funksiyası qidalandırıcı. Bizim hüceyrələrimizə qida maddələri çatmalıdır və bu qida maddələrinin çatmasını bizim qanımız təmin edir. Yəni bu qidalı maddələr qan vasitəsilə bizim bədənimizdə daşınır. Həmçinin orqanizmimizdəki lazımsız məhsulları aparır ifrazat orqanlarına. Bu da ifrazat funksiyasıdır. Biz deyirik ki, məsələn, böyrəklərdə lazımsız maddələr süzülür falan. Bu nə vasitəsilə baş verir? Qandan süzülür. Demək, bu ifrazat funksiyası da qana aiddir. Sonra biz bilirik ki, bizdə oksigen, tənəffüs sistemində bu haqda ətraflı danışırıq. Oksigen çatdırılır hüceyrələrimizə, orada yaranan karbon qazı yenidən gətirilir ağciyərlərə. Bu oksigen karbon qazının nəql olunmasını da həyata keçirən qan damar sistemimizdir. Demək, qanın tənəffüs funksiyası da var. Sonra müdafiə funksiyası var, hansı ki, qanımız zərərli mikroorqanizmləri və belə deyək, müxtəlif maddələri zərərsizləşdirir. Müdafiə funksiyasını mən həmişə leykosit hüceyrələrimizdən deyirəm, yadımızda saxlayaq. İndi birazdan deyəcəm o haqda. Və tənzimləyici funksiyası var. Yəni həm bilirsiniz, bizim daxili sekresiya vəzlərimiz hormonları qana ifraz eləyir. Deməli, hormonlarımız qanımızdadır. Bu bir tənzimləyici funksiya. Bir də ki, istilik tənzimində iştirak edir. Qan özü birləşdirici toxumaya aiddir. Birləşdirici toxumanın bir növüdür. Ümumi miqdarı bədənimizdə 5-6 litrdir. Faizlə ifadə etsək 7-8%. Baxın, rəqəmləri belə ardıcıl yadda saxlayıram. 5, 6, 7, 8, 5-6 miqdarıdır. 7-8%-idir. Məsələlərdə istifadə edirəm mən daha çox 5 litrdən. Bəs bu qanın hamısı mənim bədənimdə dövr edirmi? Xeyr, sadəcə 3-ü dövr edir. 1/4 isə depolarda saxlanılır. Mənim depo olan orqanlarım hansılardır? Dəri, dalaq, ağciyər və qaraciyər. Qanın tərkibini mən iki yerə ayıracağım indi. Deyəcəm ki, qanın tərkibində var plazma, var bir də qanın formalı elementləri. Qan plazması təşkil edir 55-60%, yerdə qalan hissə 40-45%-də olacaq qanın formalı elementləri. Bir də loru dildə desək, plazma qanın maye hissəsidir. Bura aiddir qan zərdabı, fibrinogen. Yerdə qalan hissəsi də 40-45% bərk hissəsi. Bu da qanın formalı elementlərə aiddir. Deməli, plazmanın 90% sudur, qanın formalı elementlərin 70-80% sudan ibarətdir. Sonra plazma haqqında nə deyim sizə? Dediyim kimi, maye hissə plazmadır və bu formalı elementlər də plazmanın içərisində yerləşir. Və tərkibində var mineral maddələr, üzvü birləşmələr və s. Plazma nə işə yarayır? Plazma qida maddələrini hüceyrəyə çatdırır. Bu mayenin içi ilə hərəkət edir də, yəni qidalı maddələr. Deməli, qanın formalı elementlərinə aiddir eritrositlər, leykositlər və trombositlər. Eritrosit qırmızı qan hüceyrələrimiz, leykosit ağ qan hüceyrələrimiz, trombosit də qan lövhəciklərimizdir. Hər biri haqqında məlumat var. Mən sadəcə bunu cədvəl şəklində yığmışam. Bu cür öyrənmək daha rahat olacaq bizə. Deməli, miqdarlarına baxıram. Eritrositlərin miqdarı 1 mm kub qanda 4-5 milyona bərabərdir. Leykositlər 4-10 min, trombositlər 150-400 min. Mən görürəm ki, miqdarca eritrositlər üstünlüyü təşkil edir. Orta saydadır trombositlər, lap azdır leykositlər. Rənglərindən deyirəm, baxın, rəng bir dənə deyəcəksiniz ki, eritrositlər qırmızıdır, trombosit və leykosit rəngsizdir. Nüvə, bir dənə leykositdə var, eritrositdə və trombositdə yoxdur. Yadda saxlayıram, eritrosit yarandığı zaman onun nüvəsi olur, ancaq yetkin eritrositlərdə nüvə olmur. Ona görə də mən eritrositlərə prokaryot deyə bilmərəm. Deməli, hər bir qan hüceyrəsinin bizə lazımdır qurulduğu yer, həmçinin parçalandığı yer. Bunu da cədvəldən əzbərləmək rahatdır. Mən baxıram ki, eritrositlər qırmızı sümüklüyündə yaranır, leykositlər də qırmızı sümüklüyündə yaranır, trombositlər də qırmızı sümüklüyündə yaranır. Hər üçünə qırmızı sümüklüyü aiddir. Bir dənə fərqlilik, baxın, burada limfa düyünləri leykositlərdədir. Yəni, leykositlər həm qırmızı sümüklüyündə yaranırlar, həm limfa düyünlərində yaranırlar.
Bəs harda parçalanırlar? Eritrosit və trombositlər qaraciyər və dalaqda, leykositlər isə yalnız dalaqda parçalanırlar. Hər birinin ömrünü bilməliyəm, yəni hər biri nə qədər müddət yaşayır belə deyək hüceyrə olaraq. Eritrositlərə 120 gün deyəcəksiniz. 120 gün, yəni bilirsiniz, ayla ifadə eləsək 4 ay. Yəni 4 aydan bir eritrositlər təzələnir. Bununla bağlı məsələlər var. Əgər eritrositlər 120 gündən bir təzələnirsə, demək bu 1 ildə 3 dəfə təzələnmək deməkdir. Demək ki, məsələn 15 yaşlı bir uşağın bədənində 45 dəfə eritrositlər yenilənib. Leykositlərin ömrü bir neçə saatdan bir neçə günə qədərdir, amma bir neçə il yaşayan leykositlərə də təsadüf olunur. Buna əsasən mən deyirəm ki, leykositlərim mənim uzun ömürlü hüceyrələrimdir. Trombositlərin isə ömrü 7-10 günə bərabərdir. Yaxşı, bəs bu qan hüceyrələrim nə işə yarayır? Gəlin funksiyalarından da danışaq. Eritrositlərin funksiyası karbon qazı ilə oksigeni daşımaqdır. Deməli, eritrositlərdə bir hemoqlobin zülalı var, hansı ki bu eritrositlərə qırmızı rəngi verən zülaldır və daşıyıcı funksiya yerinə yetirir bu zülal. Özünə oksigen birləşdirir, olur arterial qan, al qırmızı rəngli. Karbon qazı isə birləşdirdikdə olur venoz qan, tünd rəngli venoz qan. Deməli, biz bunu kitab üzərində işarələyəndə, yəni arterialı qırmızı ilə işarələyirik. Venoz qanı mavi rənglə işarələyik. İndi görəcəksiniz. Deməli, bu eritrositlərimizin funksiyası, yəni oksigen karbon qazının daşınması. Deməli, indi danışımsa leykositlərimizin funksiyasından. Baxın, leykositlər bu şəkildə gördüyünüz kimi, baxın burada ağ qan hüceyrəsini görürsünüz, leykosit. Yalançı ayaq əmələ gətirib, baxın bu hissədə yalançı ayaq əmələ gətirib və bakteriyaları bu yalançı ayaqları vasitəsilə udur. Baxın, biz bu hadisəni adlandırırıq fagositoz, yəni leykositlərin funksiyası, qanımızın müdafiə funksiyası bununla əlaqədardır birazdan və fagositoz hadisəsini kəşf edib Meçnikov, bunu da yadımızda saxlayırıq. Trombositlərin isə funksiyası qanın laxtalanmasını təmin etməkdir. Qan damar sistemimizə dediyimiz kimi ürək və qan damarları aiddir. Ürək əzələli orqandır, yerləşir döş qəfəsində, orta döş xəttindən solda və nisbətən sola meyilli yerləşir. Deməli, çəkisi isə bərabərdir 250-300 qrama. Neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Sağ və sol hissə. Kamera olaraq desək 4 kamera. Mən həmişə deyirəm ki, ürək sanki bir 4 otaqlı ev. 2 mərtəbə yuxarıda, 2 mərtəbə aşağıda. Hansılardır bunlar? Sol qulaqcıq, sol mədəcik. Gəlin şəkildən baxaq. Bir dəqiqə silim bunu. Dərslərdən qalır. Sol qulaqcıq. Baxın, bizə burada şəkildə sol qulaqcığı göstərib. Ürəyin sol hissəsi, həmişə ürəyə qarşınızdakıymış kimi baxmırsınız da, öz ürəyiniz kimi baxırsınız. Sağa sol, sola sağ deyirsiniz. Bura sol qulaqcıqdır. Altında isə bu yerləşən, baxın, bu sol mədəcikdir. Sonra burada sağ qulaqcıq, burada da sağ mədəcik. Yadınızda saxlayın, qulaqcıq yuxarı otaqlarda, yuxarı mərtəbədədir, mədəcik aşağıdadır. Mən həmişə deyirəm, bunu belə yadda saxlayın. Qulağımız yuxarıdadır, başımızda, mədəmiz aşağıdadır, qarnımızda. Qulaqcıq, mədəcik kimi yadda saxlayıram mən bunu və deyirəm ki, baxın, əzəllərə burada şəkildə diqqət eləyin. Baxın bura. Mədəciyin əzələsi görürəm ki, bax bu qulaqcığın əzələlərindən bunlardan daha qalındır. Hətta ən qalını da sol mədəcikdir. İndi birazdan bunun səbəbini izah eləyəcəm. Mədəciyin əzələləri şəkildən gördüyünüz kimi qulaqcıqdan daha qalındır. Ən qalın da sol mədəcikdir. Və mənim ürəyimin içərisində qapaqlar var. Bunu da bu bayaq dediyimiz bu otaqların arasındakı qapı kimi təsəvvür eləyə bilərsiniz. Taylı qapaqlar var, bir də aypara qapaqlar var. Gəlin, baxaq, taylı qapaqlar hardadır? Bu şəkildən birinci deyim. Baxın, bu taylı qapaqlardır. Qulaqcıqla mədəcik arasında. Qulaqcıq, mədəcik. Bu qulaqcıqla bu mədəcik arasında da yenə. Bu 2 taylı qapaqdır, sol qulaqcıqla sol mədəcik arasında. Bu isə 3 taylı qapaqdır. Gəlin, buradan da bu şəkildən də baxaq. Baxın, qulaqcıq, mədəcik arasında olan
qulaqcıq, mədəcik və aralarında belə deməli qapaqlar var. Elə bil ki, evin yuxarı mərtəbəsi ilə aşağı mərtəbəsinin arasında bir boşluq var. Oranı qapaqla bağlayıblar. Aypara qapaq isə mədəciklərlə damarlar arasındadır. Bir dənə bura diqqət eləyin. Baxın. Bu sağ mədəcikdən çıxan ağciyər kötüyü, burada aypara qapaq var. Həmçinin sol mədəcikdən çıxan, indi burada görünmür, həmçinin burada da aypara qapaq var. Gəlin digər şəkildən baxaq. Bax, yaxınlaşdırıram. Baxın, bu taylı qapaq oldu, qulaqcıq və mədəcik arasında olan taylı. Burada bu mədəciklə damar arasında olan ağciyər kötüyü arasında, bu mədəciklə aorta arasında olan qapaq, bax bu qapaqlar adlanır aypara qapaqlar. İndi gəlin istədiyim bu qapaqların işi nədir? Qanın bir istiqamətdə axmasını təmin edir. Baxın, təsəvvür eləyin ki, baxın burada qulaqcığın əzələsi yığılır, qan tökülür, qulaqcıqdan gözümdən bunu göstərim. Siləcəm. Baxın, burada görürəm mən qulaqcıq, burada mədəcik, burada da ağciyər kötüyü, damarda hər nəsə, hələ ki adını bilməyə bilərsiniz. Baxın, qulaqcığın əzələsi yığılarsa, bax, buradakı qan tökülməlidir aşağı, elə deyilmi? Yuxarıdan aşağı tökülür. Bunun üçün bu taylı qapaqlar açılmalıdır. Aypara qapaqlar isə avtomatik bağlanır ki, qan buradan bu, belə deyək də, istiqamətlənməsin damara. Mədəcikdə tökülsün, orada da qalsın hələlik. Yəni, çox qısa bir müddət, 0,1 saniyə orada qalmalıdırsa qalacaq. Bunun üçün taylı açığı oldu, aypara bağlı. Demək, bu qapaqlar nəyi təmin etdi? Qanın bir istiqamətdə axmasını, yəni yalnız qulaqcıqdan mədəciyə axmasını təmin etdi. Mədəcikdən damara doğru qayıtmadı. Həmçinin aypara qapaqlarda, baxın, birazdan bunu yenə deyəcəm ürək siklində. Baxın, mədəcikdən qan əgər damara keçməlidirsə, tez bu taylı qapaqlar bağlanır ki, qan mədəcikdən geriyə, qulaqcığa axmasın. Çünki bu, belə deyək də, sıxılır o orqan, yəni balaca bir orqandır, əzələsi sıxıldı, o qan yuxarı da çıxa bilər də. Bu qapaqlar bunu ləngidir. Bu şəkildən də baxaq. Baxın, qulaqcıq yığılıb, neynir? Buradakı venoz qan görürsüz tökülür mədəciyə. Buradakı arterial qan tökülür mədəciyə. Taylı qapaqlar açıqdır. Aypara qapaqlar isə buradan bağlıdır. Yaxından baxın. Taylı açıq, aypara bağlı. Həmçinin burada mədəcikdən damara keçəndə taylı bağlıdır, üzr istəyirəm. Aypara isə açıqdır ki, qan keçsin damarlara. Qulaqcıq yığılanda qan qulaqcıqdan mədəciyə tökülür. Taylı qapaqlar açıq, aypara qapaqlar bağlı olur. Mədəcik yığılanda mədəcikdəki qan damarlara tökülür. Aypara qapaqlar açıq, taylı qapaqlar isə bağlı olur. Ürəyimizə birləşən damarlar haqqında məlumat verəcəm indi. Qoyun bir dənə bu nəbzi də deyim. Ürəyin ən qalın hissəsi dediyimiz kimi sol mədəcikdir. Bütün bədənimizə qan paylanır sol mədəcikdən çıxan aorta damarı vasitəsilə. Ona görə buranın əzələsi daha qalındır. Bu sol mədəcik bir dəfə yığılanda bir nəbz vurğusu meydana gəlir. Necə? Bədənimizin müəyyən hissələrində damar ritmik şəkildə titrəyir və biz bunu adlandırırıq nəbz. Orta yaşlı insanda deyirik 1 dəqiqədə 70-75 nəbz vurğusu olur. İndi damarların, qoyun növlərini də deyim. Bizim 3 növ damarımız var. Arteriya damarları, vena damarları və kapilyar damarlar. Arteriya damarları ürəkdən çıxan damarlardır. Vena ürəyə daxil olan damarlardır. Kapilyar damarlarımız isə qazlar və maddələr mübadiləsi baş verir. Arteriya ən iri damarlarımızdır. Qalınlığına görə baxın, arteriya ən iridir. Sonra gəlir vena, sonra gəlir kapilyar. Bir də vena damarlarımızda qapaqlar var bizim. Vena damarlarımızda təzyiq çox aşağıdır. İndi təzyiqi də müqayisəli deyəcəm. Biri var ki, baxın, boruda su təzyiq vasitəsilə hərəkət eləsin. Biri də var, təzyiq aşağı olsa o su geriyə axa bilər. Həmçinin damarda da. İndi bu qapaqlar qoymur ki, qan geriyə doğru, üzr istəyirəm,
qan geriyə doğru axsın. Və kapilyar damarlarımız, indi arteriya, vena deyək də, yenə də burada yazmamışam, xarici qatı birləşdirici, orta qatı saya, daxili qatı epiteli toxumasından təşkil olunub. Vena damarlarında da belədir. Sadəcə venanın saya əzələləri nisbətən nazikdir. Deməli, və kapilyarda isə bir qatlı, tək qatlı epitelidən təşkil olunub. Təzyiq arteriyada çoxdur, sonra gəlir kapilyar, venada isə təzyiq dediyim kimi lap aşağıdır. Buna görə də vena damarlarımızda qapaqlar mövcuddur. Sürəti müqayisə eləsəm, ən yüksək sürət aortada, sonra arteriya damar, yəni aortada, arteriyada, amma ən iri arteriyada, orada sürət çoxdur. Sürət sonra arteriya gəlir, arteriyadan sonra vena, sonra da kapilyar. Yəni sürət azala-azala gedir. İndi damar növlərindən danışacağım sizə bu ürəyə birləşən damarlarımız haqqında. Biz bu ürəyə birləşən 8 iri damarı tam əzbər öyrənməliyik. Qan dövranı ilə əlaqəlidir. Əgər qan dövranını başa düşsəniz, bunu da başa düşəcəksiniz. Gəlin əsas bu damarların adları ilə tanış olaq. Baxın, bu gördüyünüz qırmızı iri damar aorta damarıdır. Bu, baxın, bu yazdım. Aorta, hansı ki ən iri arteriyadır. Baxın, bu görün hardan çıxır? Sol mədəcikdən. Fərqli bir rəng seçim, yaxşı görünmür. Görürsünüz, bax, buradan sol mədəcikdən çıxır. Görürükmü? Sol mədəcikdən aorta. Burada da sağ mədəcikdən çıxır. Buradan baxın, ağciyər kötüyü. Bunlar ürək boşluğundan çıxan damarlardır. Aorta damarı və ağciyər arteriyası. Aortanın tərkibində arterial qan var. İndi qan dövranını da izah edəcəm. Ağciyər arteriyasının tərkibində isə venoz qan var. İndi gəlin ürək boşluğuna daxil olan damarlara baxaq. Burada gördüyüm, baxın, bu mavi aşağı boş vena. Buradakı mavi yuxarı boş venadır, hansı ki ürəyin daxil olurlar. Deməli, sağ qulaqçığına buradan çıxırlar sol mədəcikdən, bura girirlər sağ qulaqçığa. Yuxarı aşağı boş venalar, tərkibində də var venoz qan. Bir də baxın, rəngi biraz da dəyişək. Baxın, bu damarlar. Burada gördüyünüz iki dənə sol ağciyər venası, bunlar da 2 dənə sağ ağciyər venası ürəyə daxil olan damarlardır. Deməli, 2 dənə damar ürək boşluğundan çıxır. Deməli, 6 dənə damar da ürək boşluğuna daxil olur. Tərkibindəki qan növlərini qan dövranı başa düşəndən sonra bilə bilərsiniz. Ona görə birinci qan dövranı haqqında məlumat verəcəm. Bizdə var böyük qan dövranı, bir də var kiçik qan dövranı. Mahiyyəti nədir? Böyük qan dövranı, lori dildə başa salacağım. Bizim bütün bədənimizə, deməli, arterial qanı, oksigenlə zəngin olan qanı çatdırıb qayıdır ürəyimizə, birinci qan dövranımız. İndi bu arterial qanı aparıb əvəzində venoz qan gətirdiyi üçün, yəni karbon qazı ilə zəngin qanı ürəyə gətirdiyi üçün, ürək axı məcburdur yenə bədənə arterial qan aparsın. Aparmaq üçün əvvəlcə götürür, aparır bunu kiçik qan dövranında ağciyərlərdə karbon qazından təmizləyir, yəni venoz qanı arterial qana çevirir, sonra gəlir yenidən ürəyə tökülür. Deməli, harda izah edəcəm mən bunu? Bir dəqiqə. Gəlin əvvəlcə bu sadə şəkil üzərindən deyim, sonra dəyişəcəm. Baxın, mahiyyətini başa düşək. Bu əslində sadə bir şəkildir, tam bizə izah eləməz. Baxın, əvvəlcə, baxın, birinci, biz nəfəs alıb oksigen qəbul edirik. Bu oksigen ağciyərlərimizə daxil olur. Ağciyərlərdən də, baxın, qan vasitəsilə gəlir, tökülür ürəyə. Ürəkdən əvvəlcə böyük qan dövranında aparılır bədən hissələrimizə, məsələn, deyirəm, qaraciyərimizə. Qaraciyərimizə gəlib çatıb oksigeni verir, əvəzində karbon qazını alır və buradan yenidən qayıdır ürəyə. Ürək bunu bu böyük qan dövranı, kiçik qan dövranında aparır ağciyərlərdə təmizlədir və yenidən gətirir, qaytarır ürəyə. Bu bizim qan dövranımızdır. İndi çox təəssüf o şəkli bura yükləməmişəm. 8-ci sinif kitabında olan, orada daha yaxşı başa düşülürdü. Eyb yox, buradan deyəcəm.
Deməli, gəlin üzərində yazaq. Bu ürəyimizin sol qulaqcığı, bu sol mədəciyi, bu sağ qulaqcığı, bu da sağ mədəciyi. Biraz şəkillər simvolik ola bilər, çox da dərinliyinə getməyin. Baxın, böyük qan dövranı hardan başlayır? Ürəyimin sol mədəciyindən. Baxın, buradan başlayır. Burada arterial qan olur. Baxın, bu iri damar aorta damarı vasitəsilə ürəkdən çıxır və gedir, paylanır bədənə. Bədənə nəyi çatdıracaq bu? Arterial qanı, yəni oksigeni çatdıracaq, əvəzində bədəndən alacaq karbon qazı. Deməli, bu kapilyar damarlarda mübadilə prosesi baş verdi. Oksigenlə zəngin olan qan karbon qazı ilə zəngin olan qana çevrildi. Yəni, arterial qan venoz qana çevrildi. Bu qan da gəldi, bax bu damar, yuxarı boş vena və aşağı boş vena vasitəsilə töküldü ürəyin sağ qulaqcığına. Yazıram burada, mənim böyük qan dövranım hardan başladı? Sol mədəcikdən. Harda qutardı? Sağ qulaqcıqda. Sol sağa çevrildi, mədəcik qulaqcığa çevrildi. Vəssalam, damarların da adını yadımda saxlayıram. Sol mədəcikdən aorta çıxdı, yəni aorta ilə başladı dövran. Yuxarı aşağı boş vena ilə də sağ qulaqcıqda bitdi. Aorta da buna görə də arterial qandır. Deməli, yuxarı aşağı boş venada isə venoz qandır. Bu böyük qan dövranı. Kiçik qan dövranı isə başlayır ürəyin sağ mədəciyindən. Baxın, sağ mədəcikdən bu damar ayrılır, ağciyər kötüyü deyirik biz buna. Ağciyər kötüyü ayrılır sağ-sol ağciyər arteriyalarına və niyə ayrılır? Məqsəd nədir? Ağciyərlərdə qazlar mübadiləsi aparmaq üçün gedir ağciyərlərə, yəni təmizlənsin deyə gedir ağciyərlərə. Ağciyərlərə bu karbon qazını aparır, arterial qanı, venoz qanı aparır, əvəzində oksigen, yəni oksigenlə zəngin arterial qanı alır, gətirir, tökülür ürəyə, sol qulaqcığa. Deməli, hansı damarlar vasitəsilə? 2 dənə sol, 2 dənə də sağ ağciyər venası vasitəsilə gəlir, tökülür ürəyə. İndi baxıram, ürəyimin, baxın, bu hissəsində, sol hissəsində gördüyünüz kimi, bax, ağciyərlərdən gələn təmiz qan, bədənimə gedən təmiz qan. Bu sol hissəsində arterial qan var, təmiz qan var. Sağ hissəsində isə, deməli, baxın, bura venoz qan var. Niyə? Bax, bu böyük qan dövranında yuxarı aşağı boş vena ilə gələn bura tökülür. Qulaqcıqdan mədəciyə keçir. Deməli, ağciyər kötüyü ilə gedir təmizlənməyə. Buna əsasən mən deyirəm ki, ürəyimin sol hissəsində arterial, sağ hissəsində isə venoz qan olur. Deməli, bu şəklin qarışıqlığından başa düşməyənlər üçün mən həmişə uşaqlara deyirəm ki, bu damarların adlarını və s. loru dildə izah eləmək daha yaxşıdır. Bunun üçün belə bir ürək çəkirik. Kameralarda belə sadə şəkildə ifadə edirik. Sol qulaqcıq, sol mədəcik, sağ qulaqcıq və sağ mədəcik şəklində. Deməli, buradan hansı damarlar ayrılır? Gəlin, damarların adını yazın. Deməli, sol mədəcikdən çıxır aorta damarı. Sol mədəcikdən çıxan aorta damarı, indi lap dərinliyinə getmirəm, digər sxemdə göstərəcəm. Aorta damarı daha kiçik arteriyalara ayrılır. Bunun vasitəsilə qan paylanır bədənə. Bədənə verir oksigen, əvəzində alır karbon qazı və bunu gətirir ürəyin, tökür sağ qulaqcığına. Hansı damarlar vasitəsilə desə, deyəcəksiniz yuxarı boş vena və aşağı boş vena vasitəsilə. Harda arterial qan oldu? Bax, bu aorta ilə bədənə gedən qan oldu arterial. Bu bədəndə qazlar mübadiləsi, bədəndə dediyim, yəni başa, qollara, daxili orqanlara mübadilə getdikdən sonra artıq venoz qana çevrilir. Deməli, yuxarı aşağı boş venada venoz qan var. Baxın, sol mədəcikdə başladı, sağ qulaqcıqda bitdi. Həmçinin kiçik qan dövranında ürəyin, baxın, sağ mədəciyindən çıxır ağciyər kötüyü. Ağciyər kötüyü. Ağciyər kötüyündə necə qan olacaq? Baxın, qoyun rəngi ilə işarəliyim.
Baxın, bu hissədə venoz qan var. Çünki yuxarı aşağı boş vena ilə venoz qan gəldi, sağ mədəciyə töküldü. Ağciyər kötüyü ilə də bu venoz qan çıxdı ürəkdən və gedir deməli ağciyərlərə. Ağciyərlərə verir karbon qazını, əvəzində alır oksigeni və gəlir tökülür ürəyin sol qulaqçığına. Sol qulaqçığına isə 2 dənə sağ, 2 dənə sol ağciyər venası vasitəsilə tökülür. İndi tərkibindəki qanlara baxsam, ağciyər kötüyü ilə venoz qan getdi. Artıq ağciyərlərdə qazlar mübadiləsi baş verdikdən sonra deməli, çevrildi arterial qana və gəldi ürəyimin sol qulaqcığına arterial qan töküldü. Demək ki, mənim ürəyimin sol hissəsində də arterial qan mövcuddur. Bu da belə. Buradan davam eləyək. Nəbz vurğularını, damar növlərini və s. dedim. Damarlara diqqət eləsək, baxın, böyük qan dövranı sol mədəcikdən başladı, arterial qan çıxdı, aorta damarı vasitəsilə ən böyük arteriyada arterial qan. Bu da ayrılır daha da kiçik arteriya damarlarına, keçir kapilyar damarlara. Kapilyar damarlarda arterial qan venoz qana çevrilir. Məsələn, daxili orqana gedibsə, tutaq ki, böyrəyə gedib, böyrəkdə kapilyarlarda mübadilə prosesi baş verir. Arterial qan venoz qana çevrilir. Kiçik vena damarları yığılır bu yuxarı aşağı boş venaya, məsələn, yuxarı ətraflarından gələn yuxarı boş venaya, aşağı ətraflarından gələn aşağı boş venaya keçir. Venoz qan gəlir, tökülür ürəyin sağ qulaqçığına. Deməli, kiçik qan dövranı isə başlayır ürəyin sağ mədəciyindən. Bu venoz qan ağciyər kötüyü vasitəsilə ayrılır. Ağciyər kötüyü özü də ayrılır sağ-sol ağciyər arteriyalarına. Gəlir ağciyərlərdə, ağciyər kapilyarlarında qazlar mübadiləsi baş verir. Venoz qan çevrilir arterial qana və bu qan ağciyər venaları vasitəsilə tökülür sol qulaqçığa. Ağciyər venalarında da olur arterial qan. Qan təzyiqi nədir? Ürəyin işi zamanı, yəni mədəciklərin yığılması zamanı damarlarda yaranan təzyiq adlanır qan təzyiqi. Deməli, 70, 110, 80, 120 arası yığılma normaldır. Biz qan təzyiqini ölçürük tonometr adlanan cihazla. Ürək siklindən danışaq. Ürək öz işini siklik, yəni dövrü olaraq həyata keçirir. Yəni, bir dəfə ürəyin yığılıb tam boşalması 0,8 saniyə çəkir. Biz bu 0,8-i hardan tapırıq? Bərabərdir 60 bölünsün 75-ə. Yəni 1 dəqiqədə 60 saniyədə olan nəbz vurğusuna 75-də vurğunun sayıdır. Buna əsasən siz məsələlərdə sizə fərqli zaman versə 60-ın yerində, fərqli vurğu desə 75-in yerində yazıb sikli tapırsınız və yaxud sikli verib, zamanı verib sizdən vurğunu soruşur. Bunu hesablayırsınız. Deməli, 3 fazadan ibarətdir. Birinci fazada qulaqçıqlar yığılır, ikinci fazada mədəciklər yığılır, üçüncü faza isə ümumi boşalma fazasıdır. Birinci faza qulaqçığın yığılması çəkir 0,1 saniyə, ikinci faza mədəciyin yığılması 0,3 saniyə, üçüncü faza isə ümumi boşalma fazasıdır, hansı ki çəkir 0,4 saniyə. Ürək siklinin birinci fazası dediyim kimi qulaqçıqların yığılması deməkdir. Bu zaman qulaqçıqdakı qan tökülür mədəciyə, görürsünüz. Baxın. Qapaqların, bunu başqa sözlə biz sistola deyirik. Qulaqçığın yığılması, başqa sözlə sistolası. Bu zaman qapaqların vəziyyətinə baxıram. Baxın, taylı qapaqlar açıqdır ki, qan qulaqçıqdan mədəciyə tökülsün. Aypara qapaqlar isə gördüyünüz kimi bağlıdır. Bizdə testlərdə bunu soruşur. Ürək siklinin ikinci fazası da mədəciyin yığılmasıdır. Yəni, mədəciyin sistolasıdır. Bu da çəkir 0,3 saniyə. Bu zaman mədəciklərdəki qan damarlara tökülür.
tökülür. Aypara qapaqları açıq olur, taylı qapaqlar isə bağlı şəkildən görürəm. Bu mədəcikdəki qan damarlara keçsin deyə aypara açılmalıdır, taylı bağlı olmalıdır. Dediyim kimi 0,3 saniyə çəkir. Üçüncü faza isə ümumi boşalma fazasıdır. Bu da 0,4 saniyə çəkir. Bu zaman həm aypara, həm də taylı qapaqlar bağlı olur. Nə baş verir? Yuxarı aşağı boş venadan gələn qan əvvəlcə tökülür sol, deməli, yuxarı aşağı boş venadan gələn qan əvvəlcə sağ qulaqçığa, sonra da mədəcik qulaqçıqlara, sonra isə mədəciklərə tökülür. Mən boşalma fazasını başqa sözlə dincəlmə kimi də adlandırıram. Ümumiyyətlə bu terminlər oxşardır. Deməli, yığılıb sözü başqa sözlə dedik sistola, məsələlərdə bunu bizə deyir işləyib. Yəni işləmək, yığılmaq deməkdir. Boşalmasını isə başqa sözlə adlandırırıq diastola, bu isə dincəlməsi deməkdir. Yəni əgər qulaqçıq 0,1 saniyə işləyibsə, demək 0,1 saniyə sistola edib, işləyib, yığılıb, eyni mənaya gəlir. Əgər 0,8 saniyə yığılıbsa, yerdə qalan, yəni 0,8 çıx 0,1, 0,7 saniyədə dincəlib. Həmçinin mədəcik 0,3 saniyə yığılıbsa, 0,5 saniyə dincəlib bu şəkildə. Ürək fəaliyyətimiz sinir və humoral yolla tənzimlənir. Sinir sistemi, vegetativ sinir sistemini desək, simpatik sinirlər, deməli, ürəyimizin işini gücləndirir, yəni ürək döyüntülərini artırır, demək ki, ürək disiplini azaldacaq. Parasimpatik isə zəiflədir, demək ki, bu da ürək disiplini artırır. Həmçinin humoral yolla hormonlar, mineral duzlar da tənzimlənir. Adrenalin və kalsium gücləndirir, asetilxolin və kalium isə deməli, bunu zəiflədir, bunu da əzbərləyirik. Deməli, qan damar sistemində, yəni damarlarımızda qanaxmalar baş verir. Damarların zədələnməsi nəticəsində kapillyar, venoz və arterial qanaxmalar mövcuddur. Və kapillyar qanaxma heç nə sadə. Bu zaman sadəcə yaranı yodluyuruq ki, patogen mikroorqanizmlər daxil olmasın. Həmçinin steril, yəni təmiz sarı qoymağımız kifayət edir. Deməli, venoz qanaxmalarda isə yenə yod sürtürük, amma sıxıcı sarı qoyuruq artıq nisbətən qanın qarşısını almaq üçün. Amma iri venalar zədələnərsə, baxın, böyük venoz qanaxma, yəni iri venalar zədələnərsə, bir də arteriyalar zədələnərsə, artıq bu zaman zədələnmiş nahiyədən bir qədər yuxarı, deməli, turna qoymaq lazımdır. Həm arterial kapillyar venoz qanaxmaların hamısı həm daxili ola bilər, həm xarici ola bilər. Daxili qanaxma xaricidən daha təhlükəlidir, çünki onu təyin etmək çətindir. Sadəcə əlamətlərini bilmək lazımdır ki, bu zaman xəstənin rəngi avazıyır, nəbz artır, azalır, soyuq tər basır və s. Bu zaman həmin hissəyə soyuq bir əşya qoymaq lazımdır və xəstə yarım oturaq vəziyyətə gəlməlidir. İlkin addım kimi və təcili həkimə müraciət etmək lazımdır. Ateroskleroz xəstəliyi nədir? Ürək damar sistemində əgər insan düzgün qidalanmırsa, ürəyi qidalandıran damarların içində yağa bənzər maddələr olur. Təsəvvür edin ki, bir su borusunun içərisi çirklə örtülüb. Orada su rahat hərəkət edə bilərmi? Xeyr. Damarların içərisi bu şəkildə gördüyünüz kimi, baxın, belə sarı maddələrlə örtüldüyü üçün artıq burada qan rahat hərəkət edə bilmir. Bu da ürək çatışmazlığına səbəb olur. Deməli, qan xəstəlikləri var, bir də qanla yoluxan xəstəliklər var. Necədir bu? Qan xəstəliyi, yəni ümumi qanda olan problemdir. Qanla yoluxan isə qan xəstəliyi deyil, qanda bir problem yoxdur. Sadəcə insandan insana qan vasitəsilə yoluxur. Yəni, məndə bir qan xəstəliyi varsa, qanımı kəsib, başqa bir adamın qanına belə, onun da dərisini kəsim, öz dərimi də kəsim, qanlarınızı birləşdirin, məndəki qan xəstəliyi ona keçməyəcək. Yəni, mən anemiyayamsa, qabağımdakı adam anemiya olmayacaq. Amma qanla yoluxan xəstəlik, məsələn, məndə hepatit varsa, qarşımdakı insan mənim qanımla təmas eləsin, yəni onun qanına keçsə, artıq o da hepatit xəstəliyinə yoluxa bilər. Hansılardır qan xəstəlikləri? Anemiya, talassemiya, leykoz və hemofiliya haqqında danışırıq biz. Qanla yoluxan xəstəliklərdə isə hepatit və gitsdən. Nədir anemiya? Qan azlığı.
Yəni qanda eritrositlərin, hemoqlobinin azlığı deməkdir. Talasemiya zülal çatışmazlığıdır bu və təhlükəlidir. Hemoqlobin çatışmır, eritrositlərin funksiyası pozulur və xəstəlik baş verir. Uşaqlarda bu 3-4 aylığından büruzə verir özünü. Qaraciyərlə dalaq şişir və rəng ağarır. Respublikada çox yayılıb, 100 nəfərdən 10-u daşıyıcıdır bunun. Yəni daşıyıcı olmaq təhlükəlidir belə, yəni adamın özünə ziyan olmasa da, o əgər bu yenə talasemiya daşıyıcısı biri ilə ailə qursa, bu artıq dünyaya talasemiyalı övladların gəlməsi deməkdir. Buna görə deməli nikahdan əvvəl analiz vermək vacibdir. Leykoz və qan xərçəngi nədir? Leykosit sözündən ağlınızda saxlayın. Bu zaman qırmızı sümük iliyində bax həm qırmızı qan hüceyrələri yaranır, həm ağ qan hüceyrələri. Əgər qırmızı sümük iliyi daha çox ağ qan hüceyrəsi yaradarsa, ağ qan hüceyrəsi qırmızı qan hüceyrəsindən çox olur. Yəni eritrositlər çox azalır, hətta bu zaman qanın rəngi dəyişir. Sağalmaq ehtimalı var, yəni hal-hazırda müalicəsi mövcuddur. Hemofiliya nədir? Qanın laxtalanma qabiliyyətinin azalması, yəni kiçik bir qanaxmadan insanın ölməsinə gətirib çıxara bilər. Kişilər əsasən xəstə olur, qadınlar daşıyıcı olurlar X resessivlə keçdiyinə görə. Deməli, hepatit və GİTS-dən danışaq. Nədir hepatit? Qaraciyər zədələnir və sarılıq baş verir, yoluxucu olurlar. Hepatit B, D, C qanla keçir. Bəs GİTS nədir? Qazanılmış immun çatışmazlığı. İmmun çatışmazlığı virusu İÇV vasitəsilə yoluxur. 3 yolu var. 1. Cinsi əlaqə. 2. Qan vasitəsilə. 3. Anadan övladına. Nədir bu xəstəlik? İnsan immun sistemini o dərəcə dağıdır ki, ölümə səbəb olur. Bəs nədir immunitet? İmmunitet isə orqanizmə düşmüş yad bir cismə qarşı müdafiə reaksiyası deməkdir. İmmun sistemi orqanlarımız var bizim. Badamcıqlarımız, timus vəzimiz, qırmızı sümük iliyimiz, limfa düyünlərimiz, dalağımız, kör bağırsaqdakı o apendiks, bunların hamısı immun sistemi orqanıdır və bədənimə düşən hər hansısa bir yad cismə, xəstəliyə qarşı müdafiə deməkdir. Deməli, immunitet üçün peyvəndlərdən, vaksindən daha doğrusu danışırıq biz. İlk dəfə vaksin təbii çiçək xəstəliyinə qarşı Jenner tərəfindən yaradılmışdır. Ümumiyyətlə biz immuniteti ayırırıq iki yerə. Təbii və süni immunitet. Təbii immunitet özü də iki cür olur. Anadan gəlmə və həyatdan qazanılmış. Anadan gəlmə inək və it taunu və donuz vəbası deyə bilərəm buna. Bu o deməkdir ki, insan heç vaxt həyatı boyu bu xəstəliyə tutula bilməz. Məsələn, itin xəstəliyidir, inəyin xəstəliyidir. İnsan buna yoluxmur. Anadan gəlmə immuniteti olur buna qarşı. Digər təbii immunitet isə həyatdan qazanılmışdır. Məsələn, çiçək bir dəfə südçəyi insan keçirirsə, o artıq ikinci dəfə o xəstəliyi tutmur. Təbii immunitet yaranır onda, yəni sonradan qazandı bunu. Hansı xəstəlikləri yadınızda saxlayacaqsınız? Qızılca, çiçək, göy-öskürək kitabda verilib. Süni immunitet isə peyvəndlər və müalicə zərdabları vasitəsilə olur. Nədir peyvənd? Xəstəliyin zəiflədilmiş, ölmüş törədicisini orqanizmə yeridirlər və insan xəstəliyi zəif keçirdir. Yəni xəstəliyə qarşı müqaviməti olur. Müalicə zərdabı isə testdə var bu sual, deyir ki, hansısa bir xəstəliyə tutulub, buna müalicə zərdabını kimə tətbiq edirlər? Xəstəyə. Yəni sən xəstəyə peyvənd vursan gecdir. Amma xəstəliyi keçirmiş insanın, heyvanın qanından bir maddə alırlar, antiteli alırlar, xəstəyə vururlar, xəstə sağalır. Və qan qruplarımız qaldı bizdə. Bilirsiniz, insanda 4 qan qrupu var. 1-ci, 2-ci, 3-cü, 4-cü qan qrupları. Genetikada biz dedik 4 fenotip var. Nədir fenotip? Yəni 1, 2, 3, 4 xaricən üzə çıxan əlamət, zahirən üzə çıxan əlamət. Genotip isə 6 ədəddir. Nəyə görə? Çünki mən 1-ci qan qrupumu O ilə işarələyirəm sadəcə. 2-ci qan qrupunu AO, AA şəklində, 3-cünü BO, BB, 4-cü qan qrupunu AB şəklində. Yəni 2-ci və 3-cü qan qrupunu 2 cür yazdığım üçün belə deyək, 6 genotip olur ümumilikdə. Bu qan qrupları niyə var? Çünki eritrositlərimizdə və plazmamızda olan zualların fərqliliyinə görədir. Baxın, burada 1-ci qan qrupunu görürsünüz, OO. Buna eritrositlərində antigen yoxdur, nə A, nə B antigeni yoxdur. 2-ci qan qrupunda bax görürsünüz də AO, AA yazmamışam mı? Demək, bunda A antigeni var. 3-cü qan qrupunda B antigeni var. 4-cü qan qrupunda isə həm A, həm də B antigeni var.
Antigenləri əzbərlədim. İkinci qan qrupu AA-dır. Bu nə deməkdir? Demək bunun A antigeni var. AB görürəm, demək həm A, həm B antigeni var. Sizə biraz loru dildə izah eləyirəm. Və plazmasında buna qarşı antitel olur. Baxın, ikinci qan qrupunu əvvəlcə deyəcəm. Əgər ikinci qan qrupu olan insanın qanında A antigeni varsa, əvəzində onun plazmasında anti-B olur. Yəni, baxın, deyir, mənim A antigenim var, zülalım var. Mən B istəmirəm. Mən B-yə deyir antiyəm. Aydındırmı? Həmçinin üçüncü qan qrupunda B antigeni var deyə onun plazmasında anti-A var. Birinci qan qrupunda antigen yoxdur deyə deyir, mən ümumiyyətlə istəmirəm. Nə A, nə B istəmirəm. Heç kəs mənə verməsin. Dördüncü qan qrupunda AB antigeni var. Bu deyir, məndə ikisi də var. Mən antitelim yoxdur da. Bax, buradan da qan verib qan almaq məsələsi çıxır. Birinci qan qrupu görürsünüz ki, bütün qruplara qan verir. Mən həmişə deyirəm, birinci qan qrupu ən ürəyi açıq qrupdur. Dördüncü qan qrupu da hamısından alır, heç kəsə də vermir. Və bütün qan qrupları özünə qan verə bilir. Belə yadınızda saxlayacaqsınız. Qan verən adama donor, qan alan adama resipient deyilir. Bax, bu 1-4 məsələsi məncə tutacaqsınız bunu. Baxın, birinci qan qrupu həm A-ya, həm B-yə antidir. Yəni, deyir ki, mənə özümdən başqa heç kəs qan verməsin. Dördüncü qan qrupu, baxın, bunun antiteli yoxdur. Deyir, mənə hamı verə bilər də, AB antigen mənə gəlsin, fərqi yoxdur. Yəni, buna görə qan vermək, qan alanda qan qruplarına diqqət edirlər. Bir də müsbət rezuslu, mənfi rezuslu qan var, yəni bu da zülalla əlaqəlidir. Müsbəti mənfi, mənfi müsbətə köçürəndə diqqət eləmək lazımdır. Qan qruplarının kəşfindən də danışsaq, birinci, ikinci, üçüncü qan qruplarını və qanda bu rezus amili, müsbət mənfini Karl Landsteiner kəşf etmişdir. Dördüncü qan qrupunun kəşfi isə Yanyanskinin adı ilə bağlıdır. Belə, ümid edirəm ki, sizin üçün faydalı olar. Məndən istədiyiniz fərqli mövzular varsa aşağıda şərh bölməsində qeyd edə bilərsiniz. Faydalı olması üçün videonu öz yoldaşlarınızla bölüşüb, bəyənib, kanala abunə ola bilərsiniz. Sağ olun, salamat qalın.